Eyni sürətlə hərəkət edən 2 minik maşınından o birindən 220 km çox yol getmişdir. Maşınlardan biri 8 saat, 3 saat, o biri 7 saat yolda olarsa, onlar cəmi neçə kilometr yol getmişdir. Və sürətləri eynidir, zaman isə fərqlidir. Burada artıq gedilən yol elə artıq sərf olunan zamana uyğun gəlməlidir. Yəni 7-dən 3-ə çıxsaq 4 saat ərzində deməli 220 kilometr yol gedibdir. Buradan da tapa bilərik ki, 220-ni bölsək 4-ə 55 düşər və sürət olub 55. Onlar cəmi neçə kilometr yol getmişdir. Birlikdə gediblər 7 saat biri gedib 3 saat biri. 7 üstə gəlsin 3 bərabərdir 10 saat. Və 10 saat saatda da 55 kilometrdən getdikləri üçün 10 vurulsun 55, 550 kilometr yol edər.